əziz və dəyərli izləyicilər, bir xoş xəbəri diqqətə çatdırıq. Artıq Şirvan futbol komandası 2-ci liqaya vəsiqə qazanıb. Hazırda isə, yəni 2-ci liqada artıq və görürsünüz, Şirvan sakinləri komandanı coşku ilə qarşılıyorlar. Doğrudan da qürur vericidir. Qürur verici anlara, tarixi anlara şahid oluruq. Doğrudan da çox qürur vericidir. Hazırda gəlirlər. Böyük təbrikdir. Əziz dostlar, tarixi anlar yaşanır. Şirvan futbol komandası 2-ci liqadadır artıq və böyük coşquyla hazırda qarşılanır. Gördüyünüz kimi Şirvan şəhəri Zəfər abidəsinin qarşısından canlı yayımı sizlərə təqdim edirik. Əziz dostlar, tarixi anlara yenə qeyd edirəm. Canlı şahidik hər birimiz. Görsünüz, Şirvan futbol komandasının üzvləri, şəhər sakinləri iştirak edirlər və coşqulu anlar yaşanır hazırda meydanda. İnsanlar axın edirlər parka. Təbrik edirik komandamızı. Coşqu. Təbrik edirik. Təbrik edirik. Ramil bəy, təbrik edirik. Əziyyətiniz yerdə qalmadı. Nə düşünürsünüz, hissləriniz? Bütün Şirvanın dəstəyidir. Təbrik edirik. Uğurlar. Yayımı bəyənirik. Yayımı bəyənib, paylaşaq, daha çox insanın qarşısına çıxsın. Hazırda gördüyünüz kimi coşqunu Şirvan şəhərinin futbol komandası olan Şirvan futbol klubu hazırda Zəfər abidəsi qarşısında qeyd edirlər. Elə məlum məsələdir, 44 günlük Vətən savaşında da Azərbaycan zəfər qazanmışdı və bu gündə də futbolda Şirvanda ilk 20 ildə uğurdu bu, 20 il ərzində rəsmi oyunlarda olan ilk uğurdur ki, bu Şirvan şəhəri yaşayır bugün bu uğuru. Görürsünüz, insanlar hər an mərkəzi meydana axmaqdadırlar, toplaşıblar, görürsünüz ətrafdan hər kəsi. Demək olar, hər kəs bu sevinci anlara şərik olur. Yəni, hər kəs böyükdən balacıya, baxın görürsünüz, böyükdən balacıya hər kəs komandanı dəstəkləyir və öz dəstəyini verir.
yaxınlaşaq. Salam Talib bəy, təbrik edirik. Hissləriniz, təəssüratlarınız. Çok güzel. Bu Şirvanlı'da oldu hakikaten. Çok nöbette puanlar Region Ligası'nda 7'de galebe neticesinde artık biz 8 lige Murad bəy, fikirlərinizi bölüşərdinizsə. Biz hamımız burada Şirvan Etkä komandasıyla inşallah ikinci ligada da uğurlarımız, bu sevinclərimiz çox olacaq. Komandanın rəhbərliyi təbrik edirəm. Çox sağ olun, təşəkkür edirik, var olasınız təəssüratlarınıza görə. Dostlar, yayımı bəyənəyin, zəhmət olmasa paylaşaqın, daha çox insanın qarşısına çıxsın. Nizam bəy, təbrik edirik. Gözümüz aydın. Çox sağ olun, çox sağ olun. Görürsünüz, insanlar demək olar axın edib. Bir dakika sabır olun. Bəli, doğrudan da çox sevindirici andır, böyük bir uğurdur Şirvan üçün. Deyərdim ki, ilk yəni 20 il ərzində rəsmi oyunlar zamanı, yəni bu ikinci liqaya, yəni keçməsi doğrudan da tarixi anlardı və hazırda isə Gelin. Ara geçsin. Yeter karşıladık, getirdik. Ele de yola sarılıp karşılayıp sevinçle komanda gidebilir. və hazırda əziz dostlar, belə deyək də vətəndaşlarımız görürsünüz qarşıladılar komandanı və qeyd edək ki, şəhər icra hakimiyyətinin başçısı İlqar müəllim də hazırda əraziyə gəlib və komandanı təbrik etmək münasibətilə buradadır. Görürsünüz və icra başçısı hazırda komandanın rəhbər heyətləri ilə görüşür və öz uğurlarını arzulayır və bunun üçün də məhz bura gəlib. Hazırda isə gözlənilir ki, icra başçısı komandanı təbrik edəcək və hazırda görürsünüz. Aşağı. Tamam biraz arkaya biraz geri. Geri. Ay kardeş. Gel sakin. Hazırda qeyd edirik ki, icra başçısı İlqar Abbasov Zəfər abidəsi önündə komandanın qələbəsi münasibəti ilə komandanı təbrik etmək üçün hazırda gördüyünüz kimi ərazidədir. Biraz sakin olalım, kaç önünü. Bəli. Salamlayıram. Sakin. Aferin. Güzel oldunuz.
Sağ olun. Tebrik edirəm. Böyük qələbədir. İnşallah bu ligada daha yaxşı oynayacaksınız. İnşallah. Beşiktaş'a gideceksiniz. İnşallah. Onda da sizi bu dəfəki kimi yola salacağıq. Bu dəfə kimdə qarşı gələcək. İnşallah. Şirvan gençlərindən sizə böyük hörmət göstərirlər. Qələbənizi təbrik edirəm. Mən də qoşuluram. Bir daha ürəkdən təbrik edirəm. Sağ olun. Əziz izləyicilər, icra başçısı da sakinləri, yəni eyni zamanda da futbol komandasını təbrik elədi. Belə bir zəfər əldə edib. Şirvanlılar hər yerdə zəfər əldə edirlər. Bəli, Allah razı olsun. Hazırda coşkulu anlara şahidlik edirik. Çok sağ olun. Çok sağ olun. Teşekkür edirik. Və əziz izləyicilər, icra hakimiyyətinin başçısı İlqar Abbasov komandanı qələbə münasibəti ilə təbrik etdi və öz ürək sözlərini canlı yayımda sizlər də izlədiniz və bölüşdü. Daha da uğurlar arzulayırıq biz komandamıza və bundan öncəki, belə deyək də, daha doğrusu ikinci komandamıza olan Şirvan Oyka'da növbəti oyunlarda uğurlar arzulayırıq. Ümid edirik ki, Şirvan hər zaman qələbə qazanacaq. Bax, bu qələbəni biz daha da yüksəklərə daşımağı bacaracağıq. İzləyiciniz üçün hazırda komandanı yola salırlar. İzlədiyiniz üçün çox sağ olun. Təşəkkür edirəm. Yayımı bəyənib paylaşmağı unutmayın.